Hörmətli xanım sədr, hörmətli deputatlar, media nümayəndələri. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən institusional islahatlar çərçivəsində yaradılmış xüsusi və səlahiyyətli nümayəndəlik institutu, dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində atılmış ən uğurlu addımlardan biri kimi özünü təsdiq etmişdir. Bu institutun fəaliyyət göstərdiyi bölgələrdə dövlət qurumları arasında koordinasiyaların güclənməsi, qarşıya qoyulan vəzifələrin daha operativ icrası, vətəndaş məmnunluğunun artması və regional inkişaf layihələrinin daha səmərəli həyata keçirilməsi bariz nümunəsidir. Xüsusi və səlahiyyətli nümayəndəliklər mərkəzi hakimiyyətlə yerli idarəetmə arasında sevic əlaqələndirmə mexanizmi yaradaraq dövlət siyasətinin yerlərdə daha effektiv icrasına mühüm töhfə vermişdir. Bugün həmin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərində, həm də digər bölgələrdə müşahidə olunan müsbət dəyişikliklər göstərir ki, Cənab Prezidentin təşəbbüsü ilə formalaşdırılan bu idarəetmə modeli özünü tam doğruldur. Əldə olunan nəticələr bir daha sübut edir ki, güclü siyasi iradəyə, dəqiq koordinasiya və məsuliyyətli idarə etməyə əsaslanan bu institut, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsində mühüm rol oynayır. Məhz buna görə də xüsusi və səlahiyyətli nümayəndəlik institutu, müasir Azərbaycan dövlətçiliyinin səmərəli idarə etmə təcrübələrindən biri kimi qiymətləndirilə bilər. Qanun dəyişikliyinə səs verəcəyəm. Təşəkkür edirəm. Həmkarlarımı da səs verməyə çağırıram. Sağ olun.